Salam dostlar, bundan əvvəlki videoda sizlərə AND və OR operatorları barədə məlumat vermişdim və demişdim ki, AND və OR operatorları bir və ya bir neçə şərti eyni anda yoxlamağa bizə kömək göstərir. İndi isə bunu daha real tapşırıqlar əsasında göstərməyə çalışacağam. Gəlin tapşırıqlara keçid edək. Dostlar, gəlin belə bir tapşırığa baxaq. Tapşırıqda belə bir şərt verilir bizə. Evli və uşaqların sayı 2-dən çox olan əməkdaşlara 100 AZN bonus verilsin. Yəni burada 2 şərt verilib. Hər iki şərtimiz ödənilməlidir və ona uyğun olaraq biz əlavə bonus hesablamalıyıq. Burada işçilər haqqında məlumat verilib. İşçilərin adları, soyadları, ailə vəziyyəti, uşaqların sayı və əmək haqqısı burada hesablanıb. Gəlin şərtimizə əsasən hesablamanı aparaq. Burada biz if funksiyasından və AND funksiyasından istifadə edəcəyik. Yazırıq bərabərdir if AND. Yəni burada 2 dənə şərt verilir deyəndə biz hər iki şərtdən istifadə edəcəyik. Bərabərdir if AND. Birinci olaraq biz ailə vəziyyətinə baxaq. F3 bərabərdir qeyd edirik evli və digər şərtdə qeyd edirik uşaqların sayı 2-dən çoxdur. C3 böyükdür 2 olarsa şərtimizdə nə deyilir? Əlavə olaraq 100 AZN bonus hesablansın. Yəni əmək haqqı üstə gəlsin 100 AZN. Yox, əgər şərt ödənirsə normal olaraq əmək haqqı hesablansın. Mötərizəni bağlayırıq və enterə klikləyirik və bizə nəticəni qaytarmış olur. Burada gördüyünüz kimi şərtdə deyilir evlidir. Alina Vəliyeva adlı əməkdaş evlidir, yəni ailə vəziyyəti evlidir. Uşaqların sayı 1-dir. Uşaqların sayı 2-dən az olduğuna görə əmək haqqı normal əmək haqqı kimi hesablanır. Azad Hüseynova baxsaq biz, ailə vəziyyəti evlidir və uşaqların sayı 2-dən çoxdur. Ona görə də bizə nəticəni qaytarsa 1600 AZN hesablanacaq əmək haqqı. Üstə gedək 100 AZN bonus, yəni ümumilikdə bu şəxs 1600 AZN əmək haqqı almış olacaq. Gəlin tapşırıq 2-yə baxaq. Burada şərtdə verilir bizə Nərimanov və Nəsimi filialları üçün maaşın 20% miqdarında bonus verilsin. Digər filiallara isə 15% bonus hesablansın. Burada bizə cədvəl verilib. Filiallar verilib. Ad soyadlar, yəni əməkdaşlar verilib və maaşa uyğun bizdən bonusun hesablanmasını istəyir. Yenə də biz if funksiyasının köməyi vasitəsilə və OR funksiyasının köməyi vasitəsilə bunu hesablamağa çalışacağıq. Bərabərdir yazırıq if. Şərtdə verilir bizə filial olaraq ya Nərimanov filialı ya da Nəsimi filialı olsun. OR bərabərdir Nərimanov ya da Nəsimi olarsa bizə bonusu 20% hesablansın. Maaşın 20%. Digər hallarda isə bizə 15% bonus hesablansın. Şərtimizi yazıb enterə klikləyirik və nəticəni bizə qaytarır. Əgər biz doğrudan da hesablasaq görərik ki,
Filial olaraq gəlin Nəsimiyə baxaq. Nəsimi filialdır və gəlin burada hesablayaq. Məsələn, bərabərdir yazsaq 894 bura olsun 20% yazsaq. Nə baş verdi burada? Burada biz şərti yazmamışıq ona görə. Yəni bunu təzədən yazaq. Biz nəyi səhv eləmişik? B2 bərabərdir. İndi görsək burada həqiqətən də görürük ki, Nəsimi filialdır və ona uyğun olaraq bizdə bonusun, yəni maaşın 20% hesablanıb və bonusa əlavə edilib.